Bəli, Ustad, çox gözəl bu yallı barəsində ki, Qarapaqların içində rəsmidir, toylarda yallı gedilir, buna işarə elədiniz və buyurdunuz ki, 20-25 dənə bizim yallı rəqslərimiz var Qarapaqların içində, toylarda icra olur. Bizim bir başqa bir, demək olar, dəbimiz də var. Gizlin gecə dəbi barəsində də əgər mümkün olsa, biraz oxucularımıza məna verəsiniz ki, Qarapaqların içində bu gizlin gecə çox belə məşhurdur və indi də fikir edirəm bəzi yerlərdə də icra olur. Bəli. Bunun barəsində bir məlumat verəsiniz. Buyurun. Buyurun. Mən o araşdırmalarımda bu nəticəyə çatmışam ki, gizlin gecə ilə Oğuzlarda yağmalama rəsmi bir-birinə oxşardı. Yəni bu onun demək olar yadigar, oradan yadigar qalmışdı. Gizlin gecəni Sulduz Qarapaqlar indi icra edirlər. Ki orada təzə bəylə gəlini bir həftədən 7 gündən sonra gedirlər qaynıtanın evinə, qız tərəfin. Sonra orada bunlar çıxanda qonaqlıq olur. Böyüklərin əlindən öpürlər. Nə edirlər? Bəy öpür, gəlin öpür. Əgər qaçmış olsa oğlanı orada bağışlayırlar. Bir sülh olur, təzədən bir barışı olur. Bunlar keçirlər, evdən ayrılırlar. Evin əhalisi rəsmiliyə çıxır eşiyə. Gəlin o şey ki, evdə gözü üstündədir, məsələn, gözü onun üstündə qalır. Ya öz vəsailidir, ya təzə evində onlardan yoxdur, o əcnalardan, o vəsaillərdən bunların həqləri var, götürürlər. Bəli. Bu qədir təqribən bizim qədim Oğuz rəsmlərinə ki, orada Oğuz xan, Bayındır xan, onun damadı Salur Qazan ildə bir dəfə çadırları bir-birinə peyvəst edirlərdi və nə qədər talan almış, qazanmışlarını gətirərdilər, Bayındır xana tapşırardılar. İldə bir kere qonaqlıq verərdilər. Hər kəsin nə mənə ehtiyacı vardı, götürüb aparardı. Ona Fastarxan yağma deyirlər. Biz yağmalama ya yığmalama deyirik. Yəni, onu mən bir qələmə almışam. Həm gizlin gecəni, həm yağmalarını bir-birinə təsir aldığını burada gətirmişəm. Yağmalama barəsində bizim bir dənə də deyimimiz var, zərb məsəlimiz var, atasözümüz var. Deyir, gördün ki, ana yağmaya getdi, sən dağı barmağın bata görə, bata gör. Yəni gördün ki, ana düşmən əlində əsir olub yağmalanmış mal kimi aparılır, özünü də bu tezlikdə getməkdə görgünər. Yəni mənzur, anadan mənzur tənha bizi sürəndiyimiz, amma ana da bəlkə torpaq da bir anadır, el oba da bir anadır. Yağma ya yağmalamaq sözünün izahında gəlibdir ki, Dədə Qorqud dastanlarında Oğuz türklərinin başçı rəhbəri Xanlar xanı Bayındır xan idi. O özlüyündə 24 qəbilədən birlərmiş Oğuz qəbilələrinin xanlarıyla bir qurultay ya şura divanı qurmuşdu. Bu qəbilələrin ağsaqqalı və qüdrət semboluydu. Yəni Bayındır xan. Məsləhət, məşvərət və götür-qoy yığınağında son və kəskin söz Bayındır xanın sözüydü. Oğuz xanları savaşlardan hər nə talan götürdükləri mal, dövlət ona tapşırırlardı. O özlüyündə düşüncəli, xeyrixah, sözü keçər olduqda bütün Oğuz qəbilələrinə umud və arxa sayılardı. Bayındır xan gahda bir təntənəli qonaqlıqda bütün Oğuz xanlarını bu əyləncəyə çağırardı və bu əyləncədə onun ixtiyarına tapşırılan mal dövləti təhbətək qonaq gəlmiş xanların arasında pay-bölüş edərdi. Oğuzların qoşun
və hərbi başçısı və bəylər bəyi Salur Qazan ya Salur qəbiləsinin xanı Bayındır xanın yeznəsi, yəni kürəkəni olan Salur Qazan idi. Onun başçılığını hər iki qol, 3 oğuz və 3 oğuz boyun ərkən qəbul edirdi. Salur Qazan ildə bir kərə neçə çadırı bir-birinə peyvəst edib, geniş və döşənəkli bir məclisdə bəsat açıb, savaşlardan talan gətirmiş mal və öz var dövlətindən də əlavə edərək orada sərərdi. Sonra bütün bəyləri yağmalama əyləncəsinə qonaq çağırardı. Qonaqlıq çoxa çatdıqda Qazanxan öz ailəsinin əlindən yapışıb çadırdan dışarıya çıxardı və qonaq çağırmış bəylərə tapşırardı. Çadırında mövcud olan əşyaları hər nə varsa yağmalansınlar, əyləncədə olan Oğuz xanları çadıra olan hər nəyi öz aralarında bölüşdürüb, pay-pölüş edib, yığışdırarkən sispür edib sahiblanardılar. Kitab-ı Dədə Qorqudda tərcüme Əzəb Dəftəri xanım və Doktor Əlili ağa 241-242-ci səhifədə bu artırmaları səhmanlamışdı. Əlbəttə o farsça yazıb, mən bunu tərcümə eləmişəm. Buna oxşar Sulduz Qarabağların arasında da bir gizlin gecə rəsmi vardı ki, bu elə bil o yağmalama əyləncənin bir kiçik qoludur. Oğuz ellərinin yağmalama rəsmi Sulduz bölgəsində yaşayan Qarabağların arasında da kiçik bir surətdə gizlin gecə adlı bir mərasimdə bir də və ənənə kimi indisində də qollanılmaqdadır. Və bu rəsm belədir. Qız verib, qız alan, yeni qohum olan iki ailə arasında toydan 7 gün keçmiş, qızını bir gəlin kimi bəxt evinə köçürən ailəyə, yəni yeznə ailəsi ismarış göndərər. Bu gecə gizlin gecəyə, yəni Ələkbəyə gəlirik. Yəni bəy tərəfi deyər. Qız evi öz yaxın adamlarını çağırar, şam tədariki görürlər. Bəy oğlanın tərəfi bir neçə nəfər qadınlı, kişili, sağdış, solduşla bərabər bəylə gəlini müşayiət edərkən qız evinə qonar. Qız adamları qonaqları peşvaz edib, xoş gəldin edər. Bəylə gəlin qaynata, qaynananın əlindən öpər. Onlar da yeznənin və qızlarının alnından öpüb əzizləyərlər. Yeyib, içib, danışıb gülərlər. Gecədən xeyli soğuşmuş, qonaqlar öz evlərinə dönməyə izin istər. Hamı birlikdə ev yiyəsi ilə bərabər evi tərk etdikdə, bəylə gəlin evi tərk etmədən ayaq saxlayıb qonaq otağında qalar. Onlar hamıdan sonra onu evdən dışarıya çıxar. Bu halda ki, evdə olan əşya ajnalardan əllərində keçən hər nəyi sevərlərsə, yağmalayarkən götürüb öz evlərinə apara bilərlər. Bəylə gələn qonaqlar da əllərinə keçəni götürə bilərlər. Bu işə də bir kimsəyə mane ola bilməzlər. Artıqca bəyə, gəlinə, qaynata, qaynana və onların yaxın adamları ayaq açmaq üçün özəl bir hədiyyələr də verərlər. Bu rəsm Oğuz ellərinin yağmalama mərasimindən yadigar qalmış bir kiçik nümunə olaraq indilikdə də mərkəzi Nəğədə şəhəri olan Sulduz bölgəsində yaşayan Qarabağlar içərisində qorunub saxlanılmaqdadır. Sağ olun. Çox təşəkkür. Çox sağ olun. Gözəl. İnşallah gələn videomuzda, çəkilişimizdə başqa bir mövzulara da işarə eləyərik və sizdən biz faydalanarıq. Təşəkkür edirəm. Çox təşəkkür edirik biz. Gəldiyiniz üçün çox təşəkkür edirəm. Çox sağ olasın.